Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. 32-ci sınavımızın izahını verəcəm. Deməli, bu sınağı və bundan öncəki PDF-ləri Telegram kanalından əldə edə bilərsiniz. Deməli, Telegram kanalının linki də rəy bölməsində olacaq. Və yaxud da ki, axtarış edib tapa bilərsiniz. X Akademidir adı. Keçək birinci suala. Mərkəzi 3-10 nöqtəsində olan və 3-8 nöqtəsindən keçən çevrənin tənliyi yaz. Uşaqlar, normalda çevrənin tənliyi mərkəzi 3-10 olduğu üçün olmalıdır x çıx 3-ün kvadratı üstə gəl y çıx 10-un kvadratı bərabərdir r kvadrat olmalıdır. İndi biz bir dənə r bilmirik. Çünki fikir verin, x çıxsın 3, y çıxsın 10-un kvadratı. Bir dənə də onsuz da elə cavab D olasıdır. Variantlar əslində belə olmur. Ən azı 2 belə variant olur. Cavab Y-dir. Amma tutaq ki, açıq sualdır. Radiusu necə taparıq? 3-8 nöqtəsindən istifadə edərək. X-in yerinə 3 yazaram, Y-in yerinə 8. 3-dən 3 çıxanda qalır 0, üstə gəl. 8-dən 10 çıxanda mənfi 2 kvadratı 4. Bərabərdir R kvadratı. Yəni, qısası R kvadratımız 4 olur. Bura 4 olur. Yəni, Y bəndi. Düz xətlərinin kəsişmə nöqtəsinin koordinatları. Kəsişmə nöqtəsini taparkən bərabərləşdirməliyik. 3x çıx 7 bərabərdir 5x çıx 13. 3x-i sağa keçirsəm 2x qalacaq, 13-ü sola keçirsəm 6. X bərabər olur 3-ə. Əgər x 3-dürsə, gətirib burada yazaram yerinə. 3 vur 3, 9 çıx 2, elədi. 9 çıx 7, elədi 2. Deməli, x-i 3-dür, y-i 2. Hasil eləyir 6. Sonra 5 üstündə x kvadrat çıx 2x bərabərdir. 125-i 5-in kubu kimi yazaram. Əsaslar eyni olduğu üçün üstlər bərabərləşər. X kvadrat çıx 2x bərabərdir 3. X kvadrat çıx 2x çıx 3 bərabərdir 0. Viet teoreminə görə hasili mənfi 3, cəmi mənfi 2. Cəmi 2. 3 və mənfi 1. Kiçik kökün soruşduğu üçün mənfi 1. A bəndi. İfadənin qiyməti loqaritm. Uşaqlar, loqaritmada fikir verin. 3 əsasdan toplandığı üçün bunlar vurulacaq. 5-də 9-u 5-ə vuranda da 9 edir. 3 əsasdan 9 da 2-dir. Çox asan sualdır, yəni uşaqlar. Gördüyünüz kimi, loqaritmanı gözünüzdə böyütməyin. Kürənin radiusunu necə dəyişmək lazımdır ki, həcmi 8 dəfə artsın? Həcm düsturu belədir. 3-də 4 pi r kub. Sən radiusu artırıb azalda bilərsən. Çünki burada bir dənə dəyişən ifadə r-dir. R-i sən məsələn 5 dəfə artırsan kub. Kuba yüksələcək 125 dəfə artacaq. Deməli, kubu 8 olan ədədi tapmalıyam. Hansı ədədin kubu 8-dir? 2-nin. Deməli, mən r-i 2 dəfə artırsam, bu kuba yüksələcək 8 dəfə artacaq. Ona görə də radiusu 2 dəfə artırmaq lazımdır. 6. 3, 4, 5 çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif 2 rəqəmli ədəd düzəltmək olar? Uşaqlar, burada ədədlərin sırası önəmli olduğu üçün permütasiyadan istifadə edəcəyik. Permütasiya 3-dən 2. Bərabərdir. 3 faktorial bölünsün. 3 çıx 2, 1 faktorial. Bu da 6 bölü 1 eləyir 6. Deməli, 6 dənə ədəd düzəldə bilərik. A bəndi. Gəldi 7. 2 perpendikulyar müstəvini, müstəviləri perpendikulyardırsa, biz onu perpendikulyar düz xət kimi götürüb, buradakı nöqtəni də onların kəsişmə nöqtəsi kimi qəbul edə bilərik. Dərs izahında demişik. Birindən bir dənə nöqtə götürürəm. Birindən 5 cm məsafədədir, deyir. Digərindən 12 cm məsafədədir. Kəsişmə nöqtəsinə qədər, yəni bura qədər məsafə. Uşaqlar, aydın məsələdir ki, bura 5-dirsə, burada 5-dir. 5, 12, burada olur 13. Yəni C bəndi. Məsələn, 8. Vuruqları ayırın. Uşaqlar, əslində cavab çox bəsitdir. Ortaq vuruq çıxartmalıyıq. Hər ikisində ortaq vuruq A çıx B-dir. A çıx B-ni qarşıya çıxardanda qalacaq x kvadrat çıx y kvadrat. Bu da olacaq A çıx B vurulsun. X çıx y. X üstə gəl y. Bu da eləyir. Hansı variant oldu? Y variantı. 9. Sinus kvadrat bərabərdir 1 tənliyini həll edin. Bu tip tənliyi birbaşa həll eləmək mümkündür. Sadəcə çətin olur. Çünki bunun 2 həlli var. Biri 1-dir, biri mənfi 1-dir. Ayrı-ayrı həll edib kökləri birləşdirməliyik. Yorucu proses olduğu üçün dərəcəni aşağı salma düsturu tətbiq eləmək ən gözəl üsuldur.
Sinüs kvadrat üçün 1 çıx kosinus 2 alfa böl 2 bərabərdir 1. Bu formadadır. Hər tərəf 2-yə vuraram. 1 çıx kosinus 2 alfa bərabərdir 2. Buradan aydın məsələdir ki, kosinus 2 alfa bərabərdir -1-ə. Kosinus 2 alfa bərabərdir -1. Buradan 2 alfa bərabərdir. Kosinus -1 harda alır? Pi üstə gəl 2 pi k. Alfa da bərabərdir pi böl 2. Üstə gəl 2 pi k-nı 2-yə böləndə pi k. Pi böl 2 plus pi k, yəni B bəndi. Belə bir sual sadələşdirmək lazımdır. Bu 10/3 böl 115. Açıq şəkildə yazaq. 10/3 böl 115 vurulsun 15-də 100. Çıxılsın 20-də 13 bölünsün %26 vurulsun 26-da 100. Baxaq. Deməli bu 10-la bu getdi. Baxın bununla bu getdi. 3 ilə də bu getdi qaldı 5. 10-u 5-ə böldüm elədik ki çıxılsın. 20 ilə 100 getdi 5 qaldı. Bununla da bu getdi 2 qaldı. 5-i də 2-yə böldüm 2/5. 2-dən də 2/5 çıxanda qalır -0/5. Bu da variantlarımızda yoxdur. Bir də baxaq. 0,100-100-15 10/3. Tərsinə çevrilir olur 15-də 100. Onlar ixtisar getdi burada 10 qaldı burada 5. 10 böl 5 2 edir bu düzdür. 20-də 13 %26 26-da 100. Burada 20 ilə 100 ixtisar edir 5 qalır. Bəli. 13-dən 26 edir 2 qalır. 5-i də 2-yə böldüm 2/5. 2-dən 2/5 çıxanda 0/5 edir mənfi. Nəysə görmürəm mən ya necə. Bircə dəqiqə. Deyəsən cavab yoxdur. Bunu mənfi götürüb düzəliş edək. -0/5-dir cavab. Ümid edirəm hesab səhv eləmirəm. Deməli 11. X qalır kiçik bərabərdir. 3-ü sağa keçirərəm. 7-dən 3 çıxanda 4. X kiçik bərabərdir 4-dən. Natural həllərin cəmi 4-dür, 3-dür, 2-dir, 1-dir. Toplayaram bunları. Bu da hər zaman 10 edir 1-dən 4-ə qədər ədədlərin cəmi C bəndi. 300 ədədinin 40%-ni tapın. 300-ü vuraram 40-a, bölərəm 100-ə. Bundan bu getdi, bu da elədi 120 ədədi. D bəndi. Tam səthinin sahəsi 150 cm² olan kubun bir üzünün diaqonalını tapın. Uşaqlar, buradan çıqqılı bir dənə kub çəkərəm. Baxın. Əslində çəkməyimə ehtiyac yoxdur. Sadəcə çəkmək istəyirəm sizə göstərmək üçün. Baxın, bunu birləşdirəndə bu bizə kubu verəcək. Kubun özəlliyi o idi ki, bunun bütün üzləri kvadrat idi. İndi tam səthinin sahəsi 6a kvadratdır. Bu bərabərdir 150-yə. A kvadrat bərabər olur 25-ə. A da bərabərdir 5-ə. Yəni kubun tili 5-dir uşaqlar. Və bizə deyir ki, yan üzün diaqonalı. Kubun öz diaqonalı yox, yan üzün diaqonalı. Yan üzü tutaq ki, bunu götürürəm. Bunun diaqonalını çəkdim. Axı bu kvadratdır, bura 5-dir, bura 5-dir də. 90 olduğu üçün burada olur 5 kök 2. Vəssalam, birbaşa cavab oldu B bəndi. 14. Məşhur suallardır. Dəfələrlə düşüb, sınavlarımızda da çox paylaşmışıq. Bundan bunu kvadrata yüksəldərək alacaqsan, bitdi. Kvadrata yüksəldirsən. Birincinin kvadratı A kvadrat üstə gəl. Birinci ikinciyə vuranda A'lar ixtisar gedir. Qalır 1. 2 misildə olur 2. Üstə gəl 1 böl A kvadrat bərabərdir 9. 2-ni də sağa keçirəndə buradan alınır ki, A kvadrat üstə gəl 1 böl A kvadrat bərabərdir 7. Bitdi. Cavab oldu 7. Gəldik bura. İfadənin qiyməti. Kök 2-ni buna vuranda bəzən vurmanın paylama qanunundan istifadə etmək əlverişli olur. Çünki daha qısa alınır. Kök 2-ni buna vuranda olur kök altı 64. 3 kök altı 64. Üstə gəl 4 vurulsun. Buna vuranda olur kök altında 36. 64-dən 8 çıxır. 3-ü 8-ə vurdum 24. Üstə gəl. 36-dan 6 çıxır. Onu da 4-ə vurdum. Bu da oldu 24. Bunların da cəmi aydın məsələdir. 48. Gəldik 16-ya. Həqiqi əmsallı deyir. Həqiqi əmsallı deyirsə, köklərindən biri bir-birinin qoşmasıdır. x1 3 çıx 2 idisə, x2 3 plus 2 idi. Düşünməyə ehtiyac yoxdur uşaqlar. Köklərindən biri budur. M parametrini tapın. Köklərindən biri 3 çıx 2-dir. Digəri 3 plus 2-dirsə, M də köklərin hasilidir də. 3 çıx 2 i-ni vuracam 3 üstə gəl 2 i-yə. Bu da kvadratlar fərqidir. 9 çıxılsın 4i kvadrat.
Uşaqlar, i kvadrat da -1-dir. -1-i -4-ə vuranda olur 4. Üstə də gəldi 9, elədi 13. Bitti. Gəldi 17-yə. Tangens alfa plus tangens beta 8-dir. Bu ifadədə 11-də 8-dir. -11-də 8-dir. Bunu soruşur. Bunun düsturun açılışını yazsaz cavab çıxacaq. Yazaq. Tangens alfa üstə gəldi tangens beta bölünsün 1 çıx tangens alfa tangens beta bərabərdir -11-də 8. İndi uşaqlar tangens alfa plus beta 8-dir. Baxın, yazıram 8 bölünsün. 1 çıxılsın. Məndən bunu soruşur. Buna birbaşa x deyərəm. Bir də o boyda ifadə yazmıram. Mən özümü yormaq istəmirəm. Vaxt itirmək istəmirəm də. Buna bir x deyirəm də. Bərabərdir -11-də 8. Çarpaz vuraram. 8-i gətirib məxrəcə vuraram. Olar 8 çıx 8x. -11-də sürətə vuraram. -88. Buradan 8x-i sağa keçirdərəm. 88-i sola keçirdərəm. Toplanırlar 96. X də bərabərdir 12. Cavabımız oldu 12. X dediyim, yəni tangens alfa vur tangens betaya x demişdim. O da oldu 12. Gəldi 18-ə. Alfa 16-dır. Beta 20-dir. A, M, B qövsü də 130-dur. İndi bura 16-dırsa bu 32-dir. Bura 40-dır. Bu ikisi elədi 72. Bu qövs bütövdə 130-dur. 130-dan 72 çıxaram da. Qalar 50-dən 2 çıxanda 48. Bu qövs oldu 48. İndi 48 isə bu da onun yarısıdır 24. Çox sadə suallardır uşaqlar. Keçən il bu neçənci ilində 2024-ün buraxılışıdır. İkinci zonanın. Hər kəs deyir ki, ikinci zona birinci zonadan çətin olur. Elə şey yoxdur uşaqlar. Suallar gözünüzün qarşısında 18-ə qədər gəlmişik. Bir dənə də olsun çətin sual yoxdur. Hamısı asandır. İndi 1-2 dənə ola bilər də normaldır. O da olsun. Birinci zonada da var idi, burada da var idi. Yəni suallar standartdır. Birinci zona 2-dən çətin olur, ikinci zona 1-dən çətin olur. Bu şeyləri düşünməyin inşallah. Siz imtahanı düşünün. Hamınız da eyni səviyyədə olacaq. Məzunlarda da həmçinin eyni olacaq. 19. Dedim asan çətin sual gəldi. Deməli, sabit x kilometr saat sürətlə axan çayın sahilində bir düz xətt boyunca ardıcıl olaraq A, B və C məntəqələri yerləşib. A, B və C olsun. Motorlu qayıq çayın axırını motorlu qayıq çayın axını istiqamətində yəqin ki. Axını istiqamətində A nöqtəsindən C məntəqəsinə, sonra isə axının əksinə C nöqtəsindən B-yə qayıdıb. Qrafika baxın buradadır. A-dan gəlib C-yə, yəni yol bütöv gedib, sonra buranı qayıdıb. Əla. AB 44-dür. Olsun. Bura 44-dür. Cədvəldə verilənlərə görə çayın axma sürətini tap. İndi A-dan C-yə getdiyi yol, taxşı bax, buradan bura getdiyi yol S olsun. Birinci ümumi yola baxaq. Ümumi yol nədir? S plus 44. S bərabərdir VT-də. O düstur əsasən yol budur. V-si nədir? Deməli, axın istiqamətində bütöv yol. V-si 30 plus x-dır. T-si də 4-dür. Ardıca deyir ki, geri qayıtdığı yol. Bax, bu istiqamətdə də VT. S bərabərdir. S yolu gedib çünki. 30 çıx x vurulsun 3. Bitti. Buradan bunu gətirib S-in yerinə yazaram. Misalı həll eləyərəm. Baxın, 3-ü vuraram 90. Çıx 3x. 3-ü vurdum içəriyə. Gətirib S-in yerinə yazdım. Üstə gəl 44 bərabərdir. 120 plus 4x. 3x-i sağa keçirsəm 7x. 90-dan 44 eləyir 134. 120-ni də keçirib 134-dən çıxsam qalar 14. X də bərabərdir 2. X-i tapdım 2. X burada nədir? X nədir? Şərtdə nə verib? Sabit sürətlə hərəkət edən çayındır. Sürəti x-dir. Bizə də çayın sürətini soruşurdu. 2. Və salam, cavab oldu 2. Gəldik. O qədər də çətin deyilmiş. Rombun iti bucağı 60-dır. Kiçik diaqonalı da 3-dür. Bura 3-dür, bu da 60-dır. Sən bilirsən ki, rombun tərəfləri bərabər olduğu üçün bərabər yanlı olur. 180-dən 60 çıxırsan, bölürsən 2-yə ki, bunlar bərabər olsun. Bir də görürsən ki, bunlar da bərabərdir. Deməli, bu bərabər yanlı yox, bərabər tərəfli imiş. Buna nə nəticə çıxır? Rombun tərəfi də 3-dür. Burada 3-dür, burada 3-dür.
Bizə deyir ki, rombun tərəfləri üzərində qurulmuş kvadratların sahəsi cəmi. İndi uşaqlar, baxın, bu tərəfdən bir kvadrat qurdum. Bunun tərəfi 3 olduğu üçün sahəsi olur 9. İndi buradan da bir dənə 9. Səliqəli çəkmirəm də. Burada da bir dənə 9, burada da bir dənə 9. 4 dənə üzü var. Hər üzündə kvadrat quranda 4 dənə kvadrat olur. Kvadratın da tərəfi 3-dür, sahəsi 9-dur deyə 4-ü vuraram 9-a, cavab oldu 36. Yəni kifayət qədər rahat sualdır. Bizi yoracaq bir sual deyil. Gəldik bura 21-ci suala. Buradan yeni bir səhifə yaradaram. Yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Mərtəbələrdəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi silsilə əmələ gətirir. 2-ci və 8-ci mərtəbədəki budaqların sayları cəmi 18-dir. Yəni A2 üstə gəl A8 bərabərdir 18-ə. Bu boyda şərt verincə elə yaz. A2 plus A8 18-dir də. 9-cu və ya A9 üstə gəl A5 bərabərdir. Bir dəqiqə, fərqdir bu. A9 çıx A5 bərabərdir 8-ə. Ən alt mərtəbədəki, yuxarıdan aşağı nömrələndiyi üçün ən aşağıdakı A9-dur. Bizdən A9-u soruşur. A9 neçə olar? Baxaq. İndi uşaqlar, silsilənin təməl qaydası odur ki, açılışı yaz. Açılış yazsam misal əldə olacaq. Baxın, bunu da buradan yazdım. A2-nin açılışı belədir. A1 plus D. A8-in açılışı belədir. A1 plus 7D. Bərabərdə 18. Olur 2 dənə A1. Üstə gəl. 8 dənə D bərabərdir 9-a. Və çox maraqlı bir şey yaranır. Hər tərəfi 2-yə böləndə A1 plus 4D bərabər olur 9-a. Və uşaqlar, təsadüfdən deyil yəqin ki, sualı belə hazırlayıblar. A1 plus 4D elə A5 deməkdir. Bərabərdir 9-a. Gətirib burada nəzər alarım. A9 çıxılsın. A5-in yerinə yazaram 9 bərabərdir 18-ə. Buradan da alınır ki, A9 bərabərdir. Sağa keçirərəm 27. Bizdən də elə bunu soruşurdu da. Onda A9'umuz da oldu 27 və sona. Gəldik bura. 22. ABC üçbucağında C 90 dərəcədir. BC bütöv 8-dir. MN və Y, MNY orta nöqtələrdir. O zaman orta nöqtədirsə bura 4-dür, burada 4-dür. AC, CB və AB tərəflərin orta nöqtələridir. Olsun. MNY bura 10-dur. AC-nin uzunluğunu tapın. Uşaqlar, indi belə bir məsələ var. Orta xətlərin yaratdığı üçbucaq sahəsi 10-dursa, böyük üçbucağın sahəsi bundan 4 dəfə böyükdür. Yəni SABC normal qaydadır uşaqlar. 40-dır. Bundan 4 dəfə böyük olduğu üçün 40-dır. Oxşarlıqdan yaranır. Niyə? Bunun tərəfi paralel olduğu üçün bura 8-dir, bura 4-dür. Tərəf 2 dəfə böyükdürsə, oxşar olduğu üçün sahə 4 dəfə böyükdür kvadratı ilə. İndi AC-yə də bir x deyərəm. Düzbucağı üçbucağın sahə düsturu beləkdə katetlərin hasili, yəni 8 vur x böl 2 bərabərdir 40-a. 4x bərabərdirsə 40-a, x də bərabərdir 10-a. X dediyim də nədir? AC-dir də elə. Cavab oldu 10. Gəldi bura 23. Əgər toplumunu işləmirsinizsə, bu sual topluluda var. Perimetrləri cəmi 34 olan ABCD və CYFM paralleloqramlarının diagonalları bir düz xətt üzərindədir. AF 13-dür. Mən bura 1x, burada 1y deyərəm. Və şərt yazaram. X plus y 13-dür. Çünki AF bütöv diagonaldır. ABC və CFM'in üçbucaqlarının perimetrləri cəmini tap. Toplam perimetr də 34-dür. Bizə deyir ki, bu üçbucağın perimetri bir də CFMN. Bir də aşağıdakı üçbucağın perimetri. Baxaq. Bu paralleloqramdırsa, mən bura bir A desəm, burada A olacaq. Bura B desəm, burada B olacaq. Bura bir C desəm, burada C olur. Bura D desəm, burada D olur. Və şərtə görə bu paralleloqramların perimetrləri 34-dür cəmi. Onda 2A yazıram buradan, bax. 2A, üstə gəl 2B, üstə gəl 2C, üstə gəl 2D. Bərabərdə 34-dür.
Hər tərəfdə 2-yə bölərəm. A üstəgəl B üstəgəl C üstəgəl D bərabərdir 17-yə. Bu bitdi. Sonra bizə nə deyir indi? Diqqətlə baxın. ABC-nin perimetri. Bura x idi da, buraya y. ABC-nin perimetri nədir? A plus B plus x üstəgəl. CFM-in perimetri də bax budur. C üstəgəl D üstəgəl y. Bunu tapmalıyam. A plus B, C plus D 17'dir. Üzərinə gəl. X plus Y də 13'dür. Bu da eləyir 30. Cavab da oldu 30. Növbəti. Şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilib. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbadan çıxarılır. Əvvəlcə sayına baxaq. A'ya baxaq. A'dan görə neçə dənədir? 1, 2, 3, 4. 4 tane A var. Sonra B'ye baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. B 8 dənədir. Bir də C'ye baxaq. 1, 2, 3, 4. Daha doğrusu C deyib D yazıram. 4 dənədir. İndi uşaqlar cəmi 16 verdiyi üçün kifayətləndim də. Çünki 16 dənədir. Başqa hərf axtarmıram. Mən bunu qarışdırıb atdım bir torbaya. Olsun. Çıxarılan kartlardan birincisinin B qaytarılmamaq şərti ilə çıxarılır. Ardıcıl çıxarılır. Birinci B olsun, ikinci A, üçüncünün isə C olmasın. İndi uşaqlar PA bərabərdir. Baxın. Asılı ehtimallardır. Birinci. 16 dənə kartdan neçəsi birinci B'dir. Neçəsi B ola bilər? 8. Oldu 16'da 8. Vurulsun. Mən artıq birini çıxarıb kənara qoymuşam. Torbada 15 dənə kart qalıb. İkincinin ehtimalı 15 üzərindən hesablanacaq. Üçüncü C olmalıdır. 15'dən neçəsi C'dir? 4'dür. Vurulsun. Birində çıxartdım deyə 14 dənə qaldı. 14 dənədən neçəsi A'dır? Uşaqlar biz səhv elədik. İkinci A olmalıdır. Yəni, təsadüfən o da 4'dür onsuz da. 15'də ikisi də 4'dür. Üçüncü də 4 olur. Bitdi. Bunu hesablayaq. İndi baxaq görək nə edirik. 8 ilə 16 gedər, burada 2 qalar. 2 ilə bu gedər, burada 2 qalar. Bu 2 ilə də bu gedər, burada 7 qalır. Başqa ixtisa gedəcək bir şey yoxdur. 7 vur 15 eləyir 105, 4. 4 böl 105 olacaq bizim ehtimalımız. Bitdi. Və gəldi 25 hovuz sualı və funksiya sualı. Hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə B kranından axıdılan suyun qrafiki verilib, asıllıq qrafiki verilib. Hər iki kran eyni zamanda açılarsa və 8 saat açıq qalarsa, həcmi 50 kub olan boş hovuzun neçə faizi su ilə dolar? Baxaq. A kranına baxaq. 2 saat açıq qalanda 18 kub su vurur. Məntiqlə 1 saata da 9 kub vuracaq da. 1 saata 9 kub. İndi baxırıq B'yə. 3 saat açıq qalanda 15 kub su vurursa, 1 saata bu da 5 kub su, daha doğrusu boşaldır. İndi uşaqlar 2 dənə krandır. Biri su doldurur, biri də suyu boşaldır. 1 saat işləsələr 9'u dolacaq, 5'i boşalacaq. 4 kub su qalacaq da. Yəni hər saatın sonunda 4 kub su qalır. 8 saat işlədiyi üçün 8'i vuraram 4'ə. 32 kub su olacaq. Tutum da nə qədərdir? 50. 50'nin 32'si də olacaq da. Bunun faizini hesablayaq. 50'də 32 vur 100. Bundan bu qədər 2 qalar. 2'nin də 32'yə 64 faiz. Deməli, hovuzun 64 faizi su ilə dolmuş olacaq. Və salam uşaqlar, bütün sualların izahını verdim. Ümid edirəm ki, əsas səhv etməmişəm. Eləmişəmsə də rəydə qeyd eləyərsiniz. Bu qədər uşaqlar, növbəti sınavlarda görüşənədək imtahan az qalıb, çox çalışın, bütün sınavlarda işləyin. Sağ olun, hər birinizə uğurlar.